Tarixdə yazıblar Sultan Süleyman Türk padişah, özü motiv Qur'an. Hər vaxt ki istərdi yetsin hədəfə, gələrdi baş vursun Şah-ı Nəcəfə. Qalmazdı könlündə səbri, qərarı, aramış verərdi əli məzari. Bir günləri Moğla düşdü yadına, hazırlandı Şəhri Nəcəf adına. Vəzir vəkil yola ruzu götdülər, dost adına yola düşüb getdilər. Gecə gündüz yol gəldilər atdılar, gecə gündüz yol gəldilər atdılar. Biləxərə qərargaha çatdılar. Göründü gözlərə əli məzarı, qalmadı sultanın səbri, qərarı. Atdan düşüb qəbrə tərəf qaçmağa, şah qəbrini qucağına basmağa. Var idi bir vəzir mufti Vəhabi. Qazi Əsgər Sultan Süleymanın yaxın müşavirlərindən biri idi və bu səfərdə də o yanındaydı ki, bu cür mütəriz oldu və özü də Vəhabi idi. Var idi bir vəzir mufti Vəhabi, sultana söylədi belə cavabı: Qurban olum, atdan düşmə, bəyitdir. Sən bir şahsan, əli əlan məyitdir. Sultan dedi, vəzir müftət danışma, Əli şahdır, mən bir qulam, qarışma. İstəmədi vəzir düşdün pis hala, Qur'an gətirdilər, baxsınlar fala. Açdılar Qur'anı, gəldi bu ayə: Musa istir çıxsın Tur-i Sənaya. İnni ənə Rabbuk, fəqlən ələk. Xaliq mənəm, sən bəndəsən, gər bilməsin şərməndəsən. At ayağından başmağın, müqəddəs yerdir, qaçmayın. Orada bir Sultan Süleyman dedi ki, hələ mən tək piyada gedirdim. Əlan Qur'ana da kaçdıq, ayə gəldi ki, yəni başmağı da çıxardı, hətta başmaqla getmə. Gərək başmaqlarımız da ələn çıxardaq. Bu hürməti qəbri Əmir əl-Muminin. Vəzir təslim olub düşdü toprağa, səsləndi ya Əli, şərməndə ağa. Elyar qurban, Moğla Əli qəbrinə, əlac eylə şəha, gizlin dərdinə. Elyar qurban, Moğla Əli qəbrinə, əlac eylə şəha, gizlin dərdinə. Mənim yarım belə yardı, ay Qur'an yazar. Sağ yanına katibi var, Sure-i Rəhman yazar. Hər insana bir cüt mələk məmurdur ilahdan. Yaxşı yaman hər iş görürsə əmalın hər an yazar.